Hamiləlikdə maraq qatmağa çalışdığım bir gün adlı gecikmiş vloqumla qarşınızdayım. Bu gün həkim qəbuluna gedəcəm. Ona görə də səhər yeməyi yemədən hazırlaşmağa başlayıram. Amma normalda səhərlər yemək yeyirəm mütləq və hazırlaşıb çıxıram. Əsas analiz kağızlarımı da götürmüşəm özümlə. Mən ümumiyyətlə bütün hamiləliyim dövründə analizlərimi bir faylda saxladım ki, daha səliqəli olsun və mənim üçün də rahat olsun. Həkim əməliyyatda olduğuna görə həyətdə gəzirəm onu gözləyənə qədər və bu pişik də gəlir ətrafımda dönür. Həkimdən çıxandan sonra lazerə gəlirəm və hamiləliyim boyu üzümə lazer etmişəm. Bəs siz necə hamiləliyiniz zamanı lazerdən istifadə etmisiniz ya yox? Daha sonra ac olduğumuzdan gəldik tantuni boks yeməyə. Mən bu tantuni boksu çox sevirəm. Düzdür, bu gün qeyri-sağlam çox qidalanmışam, amma düşünürəm ki, hər gün davamlı etmədiyimdən heç nə olmaz. Sonra evə gəlirəm, Temudan 2 dənə bağlamam gəlir, bir blender, bir də hamilə yastığı onları açıram. İstirahət etdikdən sonra axşam tərəfi şəhərə gəlirəm podruqamla görüşmək üçün. Mən şəhərdən kənarda qaldığımdan hamiləliyim dövründə çox da şəhər tərəfə keçə bilmirəm. Ona görə də gec-gec görüşürəm podruqalarımla. Boluca söhbət elədik, sonra bütün kosmetika mağazalarını gəzdik və bu kremi özümə aldım, endirimdə idi. Mağazinləri gəzdikdən sonra acdıq, gəldik McDonald's yedik. Bu görüntü, çiçəklər çox gözəl idi, dedim çəkim. Artıq evə gedirəm. Podruqalarımla görüşəndə gecə saat 12-yə qalmış, güclə sağollaşırıq.